qoz olur da, olan fıstıqla eləyirlər də əslində. Fıstıq olmayanda qoz eləyirik. Onu səpirsiniz içinə, yenə 10 dənə açırsınız, tavanın üstünə onu üstü heç şəsiz ha. Boş layları belə 10 dənə, bax bir-birinin üstə, bir-birinin üstə, bir-birinin üstə, bu qalındır. Açılanda nazik belə pil-pilə kimi bir şey olmur. Elədiniz, paxlavalınız. 4 gün kəsirsiniz, 3 gün kəsirsiniz. Niyə? Bu sizin ümumi Türk paxlavasının kubikli 3 gün kəsilən formasında. Bir dənə ortasına qoyuq. Aysa 10 dənə açılır. 10 dənənin içinə bu ləpə tökülür. İstədiyiniz pisoksuz ləpəyə. Pisoksuz ləpə tökülür. 10 dənənin üstə təzədən bir dənə, onda 20 dənə olur. Dükkandakı Türk paxlavalar 20 laydır. 30-20 də adam elə 3 dənə, 4 dənədir. Yox, onlar 20 laydan ibarətdir. Ortasına da ləpəni tökdünüz. Təzədən 10 dənəni gələ dabavka eləyirsiniz. Всё, qoydunuz, kəsdiniz. Necə istəyirsiniz 4 gün. Yağını tökdünüz üstünə, qoydunuz tovkaya. Pişdi, qızardı, çıxartdınız, şirəsini möhkəm ver, şirəsi çox olmalı. Verdiniz, bu paxlavanın üstünə də yaşıl kakosdan, fıstıqdan, yaşıl bir şeylər. O belə tutaq ki, modeldədir. Burmanı diqqətlə qulaq asın. Burmanı açdınız. Açdınız, hə? Biraz qoz ləpəsini bax burada səpirsiniz. Bir dənə yuxarıya, hə? Bir dənə yuxarıya. Çox yox. Yüngül. Yüngül. Xamsız olmusunuz bizim Türk paxlava dərsimizdə, hə? Və oxluğu götürürük. Bax bu cür fırladıq ona. Gördünüz? Fırladıq. Sonra düzür. Oxluq nazik olmalıdır. Bax bu cür qoyduq tavaya. Oxluq nazik olmalıdır, yaymamız nazik olmalıdır. Yaymamız dincəlmədiyinə görə rahatlıq buradan xəmir eləyir. Piraşkinin belə xəmir düşmür.